Salam, hər vaxtınız xeyir əziz dostlar. Bugün sizlərlə son keçirilən 17 may 2026-cı ildə magistr qəbuluna düşən sualların birinci hissəsindən ilk 15 sualın izahına baxacağıq. Qeyd edeyim ki, siz videonu izləməmişdən əvvəl kanala abunə olun və videonu bəyənin və bugün keçirilən imtahanda hava şəraiti biraz pis olduğuna görə bəzi dostlarımız magistr imtahanda iştirak edə bilməyib. Ümidvaram ki, onların da bu problemi müəyyən qurumlar tərəfindən köməklik göstərilərək həll edilər. İndi isə gəlin keçək birinci suala. Yaxın mənalı söz soruşur. Birinci cəhd imtahanda da düşən sual tiplərindən biridir. Burada dostlar arıqdır, cılızdır və sısqadır. 2, 3, 5. Bunlar hamısı eyni mənaya gəlir. Növbəti sual ikinci sualdır. Zənn və güman. Hər ikisi də dostlar təxmin etməkdir. Zənn etmək, güman etmək, təxmin etmək, izah etmək, şərh etmək. Bu isə təfsir etməkdir. Təfsir də izah eləməkdir, şərh eləməkdir. Daha sonra üçüncü sual bu da birinci magistrın cəhdində göstərilən həmin o sualdır. Bəs yaxşı müəllim, mən burada nə edeyim? Təbii ki, dostlar, ilk olaraq baxıram, Rəşadın pulu Turalınkının 8 manat çoxdur. Rəşad var, Tural var. Burada kiçik olan Tural olduğuna görə Turala x, Rəşad isə olur x plus 8. Yerində Rəşad Turala 6 manat bağışladı. Bunun 6 manatı buna versək, onda Rəşadın olur x plus 6. Bunun məbləği isə müsbət 2-dir, azalır olur plus 2. İndi baxın, deyir bunlardan hansı daha çoxdur? Bundan bunu çıxsanız, Turalın pulu 4 manat çoxdur. A variantı. Növbəti suala keçid eləməmişdən əvvəl istəyərdim dördüncü sualla bağlı. Demək bu misalda dostlar, edəcəyiniz şey dövlət qulluğunun qəbul sualıdır. Əgər bunun həllini geniş formatda bilirsinizsə, izahımız sizin üçün normal olacaq. Yox, əgər siz ilk dəfədir bu sualla rastlaşırsınız və siz bu sualla tanış deyilsinizsə, sizin üçün burada edəcəyim izah demək olar ki, anlaşıqlı olmayacaqdır. Ona görə əgər izləməyirsiniz, mənim YouTube kanalıma daxil olun. Bununla bağlı 4 il bundan əvvəl də ilk dəfə izahı mən vermişdim. 2024-cü ilin aprelində, 22-ci ilin aprelində. Ondan bəri də Padriat bu formada qəbullara düşür. İzləməyinizi tövsiyə edirəm şiddətlə. Birincisi özü yazıb olsun dostlar. Ağla ağ üst-üstə düşəndə ağ olur. Qara ilə ağ üst-üstə düşəndə qaralır. Qara ilə də qara üst-üstə düşəndə ağarır. Qeyd edeyim ki, mən bu videonu artıq bununla ikinci səfər çəkirəm. Və yaxud müəyyən texniki səbəblərdən ekran çəkmirmiş video. Yəni, qayd aparılmırmış. Ona görə ikinci səfər çəkirəm. Bu misalın cavabı 28-dir. Gəlin o 28-i alaq. İlk dəfə dostlar, birdən başlayırsınız. Görürsünüz, 1, 2, 3 sıralamanı yazın. Yuxarıdan biri, aşağıdan biri götürürsünüz. Qara və qara üst-üstə düşəndə bir-birini ağardır. Ağartmaq dostlar, bunların üzərinə x işarəsi qoyuram. Ki, birbaşa mən bilim ki, bunun həlli budur. Daha sonrasında, yəni hər ikisi ağardı. Biri qara, biri ağ olanda qaralır. Biri qara, biri ağ olanda qaralır. Biri qara, biri qara, hər ikisi də bir-birini silir. Keçirəm indi ikinciyə. Bu misal biraz çətin idi, çünki 2 dənə üçlü xananı eləməliydim. O biraz çətinlik yaradır açığı. Yuxarıdan biri qara, aşağıdan biri ağ. Qaralır. Aşağıdan ikisi qara, yuxarıdan ikisi ağ. Bir-birini qaraldır. Bu mərkəz hissəsindən ikinci və üçüncü qara, ikinci və üçüncü ağ qaralır. Bir ağ, bir qara qaralır. İkisi də qara olduğuna görə bu ikisi də qaralır. Biri qara, biri ağ qaralır. Və dostlar, artıq bu arada bu x qoyduqlarıma baxmadım. Fikir verirsiniz. Yəni x qoymaq demək ki, artıq bu xanlar ağdır. Yuxarıdan biri 2 qara, yuxarıdan 2 ağ olduğuna görə qaralır. Bax, ikincini də eləmiş oldum. Burada sadəcə olaraq sözün əsl mənasına diqqət lazımdır deyə. Misal yazanda diqqətli olmusunuzsa, dediyim 28-i almısınız. Yox, əgər bir balaca çətini çəkmişsinizsə, görək nə edə bilərik ki, misalımızı tam doğru eləyək. Bax dostlar, soldan biri qara, sağdan biri qara. Bir-birini ağardır. Amma bunun qarası artıq, bax, bura ağ olduğuna görə. Buna ağ qaraldır. Bu qara da bu ağı. Qaraltdı. Soldan 1 ilə 2. Fikir verin. Qaradır deyə bunlar bir-birini ağardır. İkinci qara, ikinci ağ. Avtomatik. Ağarır. İkinci qara, ikinci ağ. O x-i silirəm, yanında avtomatik qaradır. Sağdan biri qara, soldan biri ağ. Qaralır. Sağdan ikinci qara, soldan ikinci ağ. Qaralır.
Soldan üçüncü qara, sağdan üçüncü ağ qaralır. Həmin bu gördüyünüz xanalarda da soldan biri qara, sağdan biri ağ qaralır. Bu qara bu ağı qaraldır. Bu tərəfdəki qara da bu ağı. İndi verilən misalda bu iki qara bir-birini silir. Soldan ikinci qara, sağdan ikinci ağ. Sağdan üçüncü qara, soldan üçüncü ağ. Bu ikisi yenə bir-birini silir. Soldan 2 və 2 qaralır. Üçüncü qara, üçüncü ağ qaralır. Bu da olur 6, 6, 2, 2, 6 və 6. Cavab elədir 28. Bu misal bəlkə də indiyə qədər düşən ən çətin qatlanmalardan biri idi. Çünki niyə? Həqiqətən səbir və disiplin tələb edir ki, misal tapmaq üçün. Növbəti sual 5-ci sualdır ki, anaqram hissəsidir. Burada əziz dostlar, bizim üçün canavar, kərtənkələ, tısbağa, qurbağa, bu isə dostlar ekologiyadır. Onsuz da əksəriyyətiniz bilirsiniz bu İya sözü burada varsa, bu elmlə bağlıdır. Burada fərqli olan variant B-dir. Digər hamısı heyvandır. Sonra gəldik çıxdıq 6-cı suala. Bu da təkrar suallardan biridir. Bizə yazıb. Deyir, ədədlər birdən böyük, 60-dan kiçikdir. Əsas məsələ nədir? Və deyir, hər ikisi üçə qalıqsız bölünür. Və hər ikisi tək ədəddir. Gəlin yazaq görə yansılar var tək ədədlərdən. 3, 9, 15, 21, 27, 33, 39, 45, 51 və 57. Deyir, həmin ədədlərin rəqəmləri cəmi 4-dən böyük, 8-dən kiçik. 3 getdi, 9 getdi, 21 getdi. Rəqəmlər cəmi 3-dür. 27 getdi, 57 getdi, 45 getdi, 39 getdi. Və sonra nə yazıb? Deyir, hər iki ədədin rəqəmləri hasili 8-dən böyük, 4-dən kiçikdir. 3-ü 3-ə vursam 9 eləyir, bu da getdi. 5-i 1-ə vursam 6, 1-i də 5-ə vursam 6. Demək 15-dən neçədir? 51. Və hər iki ədədin cəmini soruşur. 15-dən 51-i toplayanda deyir 66. Gəlirik bir neçə həftə bundan əvvəl özümü izah elədiyim sual tipi ilə bağlı. Qeyd edeyim ki, bu sualda sizin üçün burada dedim ki, bayaqların videonu çəkəndə ekranı çəkməmişdi, bayaqki yazılar qalıb burada. Bəs yaxşı müəllim nə edək? Standart fotoşekidir. Sadəcə olaraq bunun digərlərindən fərqi odur ki, artıq səndən düzgün həll variantlarını istəyir. Qeyd edeyim ki, dövlət qulunun qəbuluna düşmüşdü bu tipdə sual. Mən də gəlirəm bura, tələsmirəm qəşəng. 1-dən 4-ə qədər ədədlər olduğuna görə, bax dostlar, harda işarə çoxdursa, oradan başlamağınızı tövsiyə edirəm. Bu üstündə 4 axtarsaz, kiçikdir, kiçikdir. 4 avtomatik buradır. Burada nə qalıb? 3 və 2. Bura 3 və 2-dirsə, onda verilən misalda 3-dən böyük nə var? 4. Bu sətirdə 4 axtara bilərəm artıq. Niyə? 4 burada olmur, kiçikdir. 4 burada olmur, o 4 imkan vermir, 4-ə qaldı bura. 3 dənə 4-ü tapandan sonra avtomatik 4-cü 4 buradan deyir ki, mən adıyım. Və verilən misalda biraz da köməklik edə biləcək yer bir də buraydı. Niyə? Bura bilirsiniz də 4-ü bura yazmışam. Verilən misalda bura məndə 2 ola bilməz. Ya 1-dir, ya 3-dür. Mən də gəl 3-ü bura yazsaydım. 3-dən böyük ancaq 4-dür, 4 də yuxarıdadır. Ona görə bura avtomatik 1. Onda bura olur 3. Bura qaldı 3. Bura 2, bura 1. Misal artıq demək olar ki, həll olubdur. Onda verilən misalda bura 1, bura 2. Bura qalıb 2, burada qalıb 3. İndi siz artıq A-nı, B-ni tapmısınız. Mən də buradan yazım. A bərabər 4, B bərabər 4, C bərabərdir 3, D də bərabərdir 1. Yaxşı, bura qədər yazdıq. Niyə? Yoxlayıram variantlarımı. Və burada ikinci variant. Birinci variant niyə düzdür? Deyim. 4-dən 4-ü çıxır. Belə 0 demək. Bu da, bunu da vurur 1-ə və 3-ə. Kiçikdir 2. 0-ı nəyə vursan 0-dır. 2-dən kiçikdir 1 doğru. Avtomatik 2, 3, 5, 2, 4, 6 və 4, 5, 6-ya sağ ol deyirəm.
İkinci testə baxsam, deyir 4-dən çıx 4-ü, üstünə gəl 1 üstə gələk 3. Bərabərdə 6. Səhvdir. Niyə səhvdir ki? Çünki burada 4 eləyir. 2 olanda çıxsaydım, avtomatik qalıb dənə B bənd. Hə, bəs yaxşı, 5 niyə düzdür? 4-ü 4-ə bölüyor. Onu da bölüb 3 çıxılsın 1-ə. Bərabərdir 2-də 1. Birdən kiçikdir, bəli. Bir də yazıb 4-ü də deyir 4-ə vur. Onu da böl 3 üstə gələk 1-ə. Burada da alırıq dostlar 16 bölünsün 4. O da bərabər 4. Rahat bir misal idi. Sadəcə ora səni yoran şey bu qiymətlərin doğruluğunu yoxlamaq idi. Keçirəm növbəti suala. Ümumiyyətlə, keçən imtahanda bununla bağlı bir sual vardı. Verbal test tapşırığı idi. Mətn verib, oradan doğru olan hissəni, mütləq doğrunu soruşurdu. Deyir, son dövrlər kinosevərlər ən çox maraq göstərdiyi filmlər əsasən komediya və qorxu janrlarına aid. İnsanlar yalnız komediya və qorxu filmlərinə baxmaq üstün tuturlar. Bilmirəm, çünki məndən mütləqi soruşur. Son dövrlər başqa janr filmlər az çəkilir, bilinmir. Qorxu və komediya filmləri hər zaman gözləniləndən artıq maraqlı olur. Bilmirəm. Mən bu sualları yenə də bir soruyorum. Nə bilirəm sual. Mətndə təsdiqi var, yox. Amma Yeməndi qorxu və başqa filmlərdən daha populyardır. Çünki niyə? Son dönəmlər ən çox baxılan budursa, demək başqa filmlər də var. Onları müqayisə edir. Sonra gəlirəm 7-ci sual. Ən sevdiyim sualdır. Demək dostlar, bax şərtdə yazır. Fırlatmamaq şərti ilə. Magistrin köhnə qəbul suallarındandır. Gətirirəm bax bu hissədə. Qəşəng. Ürəyim hardan istəyib başlaya bilərəm. X, Y, Z verib başlayacağım. Bura yazıram X. Bura olsun mənim üçün. Y, burada olsun Z. Z-in birləşdiyi bütün hər yer Z-dir. Y-in birləşdiyi yerlər Y-dir. Y-lə Z-in var, buralar onda X-dir. X-lə Z-in varsa, buralar Y-dir. X-lə Y-in varsa, buralar Z-dir. Y-lə Z-in varsa, bura X-dir. Onda bura X. Birləşdiyi yerdə X, burada Y. Bəs yaxşı, bu misal nətər tapılır? Dostlar, mən ağzı yuxarı olanlara fikir verin. Burada ikisi var ki, indi baxın 2, 3, 1. Sıralama belədir. 2, 3, 1. Görək hansı da ağzı yuxarı olanlar. 1, 2, 3 və 4. Solda 2 dənə 2 var. Görək başqa nəsə var. 1-lər, 3-lər yox. Solda görək Y, Z, X və Z. Mən tapdım ki, 2 dənə Z-im var. Z onda neçədir? 2. Onu dostlar, 2-ni tapmışamsa, bax bu 2-nin üstü məndə nədir? 3. Yəni bu Z-in üstü və bu Z-in üstü Y-dirsə, Y məndə neçədir deməkdir? 3. Onda X neçədir? 1. Da bunu silməyə ehtiyac yoxdur. Bu da deyirdi ki, A, B, C kimi düz. A, Y deməkdir 3. B, Z-də durub 2. C-dəki X-də durub 1. Yəni 3, 2, 1. Növbəti sual, son keçirilən dövlət qulunun qəbul sualıdır bu da. Bu da fiqur saymaqla bağlıdır. Belə misallar düşəndə ümumiyyətlə. Standart formada olan fiqurlar da var. Standart formada olmayan fiqurlar da var. Bəs mən neyim? Buraya yazıram 1. Özüm üçün 2, 3, 4, 5 hissələr qeyd edirəm. 6, 7, 8 və 9. Birinci təkli üçbucaqları tapıram. Bir üçbucaq 1, var 6, var 5 və var 8. Bunlar bir üçbucaqdan ibarət olan üçbucaqlardır. Bir də var iki üçbucaqdan ibarət olan. Biri 1 ilə 2-dir. Biri 3 ilə 6-dır. Biri isə 5 ilə 4-dür. Bəs yaxşı. Bir dənə də qalıb dostlar, 4 üçbucaqlar. Onlar da hansıdır? 3-ü burada, 4-ü burada. Və digər ikisini də sizə göstərirəm. Biri bax bu gördüyünüz uzun. 1-in, 2-nin, 9-un və 8-in əmələ gətirdi. Biri isə bax digər ekranın sağ tərəfində olan. Bax bu birisi. 5, 4, 7 və 8. Ümumilikdə olur 9-dan 3,5. Sonra bundan əvvəl qrupa atmışdım. Uşaqların əksəriyyəti. Bəziləri 45 yazıb, bəziləri 98. Demək bu sual nədir, dəyərli dostlarım? Məsələn, burada gördüyünüz 61. 123-ə və 60-a toxunur. 123-lə 60-ı topluyor. 123-lə. Bölüb 3-ə. Bərabərdə 61. Yəni, məsələn, 150-ni tapmaq, 151 necə alınır? 183-lə 270-i toplayıram. Bölürəm 3-ə.
453 eləyir 151. Yəni sual tapmaq istəsəm 270-in üzərinə gələrəm 24 və onu da bölərəm 3-ə, o deyir 98. Növbəti sualımız dostlar sağ tərəfdəki 13-cü sualdır. X ilə bağlı olan. Aşkar operatordur. Rahat bir misaldır. Variantlarda qoyub yazmaq olardı, amma o sizi yorardı. Solda duranı sola, sağda duranı sağa. Yəni 5A bərabərdir X, onda A bərabərdir X bölünsün 5. 8B də bərabərdir 56, onda B də bərabərdir 7-yə. X böl 5 budur. 7 də budur. Aparaq sağda qoyaq yerinə və bunu da 137-yə bərabər edək. Onda olur burada x-in kvadratı bölünsün 5. Üstə gələk. 7-nin kvadratı plus 7 bərabərdir 137. Burada qalır x kvadratı bölünsün 25 bərabərdir 81. Olur x kvadratı bərabərdir 25 vur 81. Bu da dostlar hər tərəfi kök altına alaram və kök altına alsam. Burada qalır 5 vurulsun 9. Bu da bərabərdir 45. Növbəti 14-cü sual. Bu da rahat bir sual idi. Birinci misal düzdür, kömək eləmir bizə 0, 3, 4 yoxsa 0 dairə, 3 bucaq, 4 bucaq dairə. İkinci kömək eləyir. Çöldən başlayıb yazma. 4 bucaq, dairə, 3 bucaq. Yəni mən birinci yazardım 5 bucaq. Ondan sonra gəlir, üstə gəl dairə, üstə gəl 3, üstə gəl 4. Növbəti və sonuncu misalımız 15-ci sualdır. Bu sual dostlar biraz çətin idi. Yəni bir normal bir tələbə üçün mən düşünürəm ki, niyə çətindir? Çünki burada verilən kodun bütün üzləri bir-birindən fərqlidir deyə 5 avtomatik doğrudur. Niyə? 4-ü 2-ni 3-ü verir. 5-in 6-nın 1-in bir-birinə necə baxmağın heç bir önəmi yoxdur. Bu ikisi istifadə olunmuşsa. Bəs yaxşı müəllim. Bu sağ tərəfdəki sualda nə var? Birincisi dostlar, gəlin bax belə bir şey açın. 4, 2 və 3 ilə bağlı. Sol tərəfdə qeydlərimi aparım. 4, 2 və bir də bu istiqamətdə. Baxın 3. Bir ona görə səhvdir ki, 4 ilə 3 birləşəndə, dəyərli dostlarım, bu istiqamətdə, beyaz və 4 xətt olan tərəf. Bunun boş tərəfi üçün 2-yə baxmalıdır. Harada bilirsən? Baxın, bu ikisi birləşən tərəfdə, burada. Baxır ara 2-yə, bir səhv. Bəs yaxşı, 2 niyə səhvdir? 2 ilə 3 birləşir, ağzı aşağıdan anda, baxın, 2 ilə 3 birləşəndə. Bunun birləşdiyi hissədə, dəyərli dostlarım, düzdür. 2 sağda olanda 3 solda olur aşağıda. Amma məsələ nədir? Bunun problemi odur ki 2 solda olanda burada 2 olmalıydı. 3 burada olmalıydı. 1-i və 2-ni çıxsam qalır 3, 4, 3, 5. Bəs yaxşı 4 niyə səhvdir? 4-də isə diqqət eləsəz 2 və 4 olanda bax 4-ün sağında 2 mən bu istiqamətdə baxıram. Baxın 4-ün sağı 2. O 3 bunun üzərində olmalıdır bu istiqamətdə. Və yaxud da ki, belə də deyə bilər. Baxın, 3 və 2 4-dən aralıdır. Burada 3-dən 2 birləşib 4-də niyə birləşir? 4 də səhv. Qalır 3-dən 5. Bu, əziz dostlar, ilk 15 sualın izahı idi. Qeyd edirəm ki, siz bu suallarla tanış olduqdan sonra ikinci hissəni də izləyə bilərsiniz. Qeyd edirəm ki, videonu bura qədər izləmişsinizsə, videonu bəyənin və kanalımıza abunə olun. Əgər digər qəbul suallarıyla da məlumatlı olmaq istəyirsinizsə, gün ərzində digər sual hissələri də bura yerləşdiriləcəkdir. Hər bir imtahan iştirak edən şəxsə uğur arzulayıram və inanıram ki, bu gün imtahanda iştirak edə bilməyən dostlarımız üçün də nə bir şərait yaradılsa, hava şəraiti ilə bağlı, onlar da yenidən ən azından özlərini sınaya bilər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Xoş xəbərlərinizi işləyər zaman. Sağ olun.